Xaricdə təhsil vəd edən yeni fırıldaqçılar peyda olub. Onlar onlayn təhsil adı altında xaricdə təhsil üzrə diplom vədi ilə vətəndaşları aldadır. Sonunda vətəndaş ya diplomsuz qalır, ya da işsiz. Təhsildə Keyfiyyət Təminat Agentliyi isə vətəndaşlara xəbərdarlıq edir. Xaricdə təhsil ilə bağlı düzgün məlumat yalnız rəsmi mənbələrdən əldə olunmalıdır. Son günlər sosial şəbəkələrdə və bəzi təhsil şirkətlərinin elanlarında, eləcə də özünü təhsil eksperti kimi təqdim edən şəxslərin paylaşımlarında vətəndaşlara xaricdə yerləşən universitetlərə getmədən yalnız onlayn formada qiyabi və ya əyani təhsil almaq təklif olunur. Bu zaman diplomların Azərbaycanda tanınacağı vəd verilir. Təhsildə Keyfiyyət Təminat Agentliyi bununla bağlı vətəndaşlara xəbərdarlıq edir. Bildirir ki, bu real deyil və vətəndaşlar belə vədlərə aldanmamalıdır. Tanınma Respublikamızın prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş qaydalar əsasında həyata keçirir. Həmin qaydaların müvafiq bədlərində tanınmaya dair tələblərində təhsil alınan ölkədə olmaq şərti qeyd olunub. Yəni, təhsil alınan ölkəyə getmədən diplomun tanınması mümkün deyil. Seçdikləri ixtisasların Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq təsnifatlarda yer almasına diqqət etsinlər. Çünki həmin təsnifatlarda yer almayan kvalifikasiyaların tanınmasında problemlər yaşaya bilərlər. Bayaq qeyd etdiyim məqamlar, qaydaların 4.1.4 və 4.1.5-ci maddələrində vətəndaşların əyani təhsil alma formasına münasibətdə, hər tədris ilinə münasibətdə ən az 4 ay orada olmaları və ümumi tədris ilinə münasibətdə 21 ay orada olmaları vacibdir. Qurum vətəndaşları yalnız rəsmi mənbələrə güvənməyə və saxta vədlərə aldanmamağa çağırır. Ekspertlər də deyir ki, onlayn təhsil yalnız əlavə bilik və bacarıq qazandırır, rəsmi diplom vermir. Yəni, diplom birbaşa universitet tərəfindən verilməlidir. Əgər hansısa şirkət və ya vasitəçi tez diplom təklif edirsə, bu artıq aldatmadır. Əsas prinsip odur ki, universitet rəsmi akkreditasiyadan keçmiş olsun və diplom həmin universitetin standart diplomu ilə eyni hüquqa malik olsun. Günəş Rizayeva, Nahidə Məmmədova, Fidan Səfər, Spais xəbər.